Dostlar, başda qeyd etdiyim kimi Aygün xanımla vlog çəkirik bu günləri. Onun Dream Fest-ə necə hazırlaşmağı barədə vlogumuzda görüntülər yer alacaq. Amma biz bugün başqa söhbətlərdən danışacağıq, əgər özünün də icazəsi olarsa. Aygün xanım, necəsiz? Əlayam, super. İlk dəfədir belə müsahibə verirəm. Qoy görüm necəyəm. Həmişə kimi gözəlsiniz. Aygün xanım, necə gedir? Həyəcan var Dream Fest-ə? Ay, üzr istəyirəm. Görürsünüz, belə olur da, sizin yanınızda mikrofonda adamı özünü itirirdi. Şair məhbus divanədir, sərsəmdir, cümləsi pozulur, sözə əyilir. Həyəcan deyəndə ki, məsuliyyət var. Hər zamanki kimi çıxış qabağı o məsuliyyət daşıyırıq ki, bugün də gözəl olsun. Bundan öncəki çıxışlarımızdan daha maraqlı olsun və s. Belə də ki, Dream Fest-də, elə bizim Dream Fest-dir. Sizin üçün hər gün Dream Fest. O 100%. Amma siz də çoxları üçün Dream Festsiz. O heç də. Mən olayı səhnədir. Canım. Son illər təqdim edildiniz Etiraf mahnısını. Tənha qadın da hardasa qeyd eləmisiniz ki, Aygün Kazımovadır mahnı olaraq. Bəs başqa hansı mahnınız Aygün Kazımovadır? Onu açan demişəm ki, tənha qadın Aygün Kazımova. Belə bir yazı gördüm. O vaxt olub. Sən hər anından danış. İndi və bu dəqiqədən danış. Mən çox səhv eləmişəm o sözləri demişəm. Tənhalıq mənə Tənhalıq hər zaman qəlbimi sıxdı. amma sıxmır. Çünki mən tək olanda, özüm olanda, hətta belə bütün günü yalnız və tək olanda mən heç özümü tək və tənha hiss eləmirəm. Yalnızken de çok kalabalığım. Özümdən çox maraqlıdır. O vaxt ola bilər, uşaq olub belə bir, amma o da o vaxt. Nə sual verdiz yadımdan çıxdı. Hansı mahnınız Aygün Kazımovadır? Mən Aygünəm, Aygün Kazımovadır. SOS mən Aygün Abrakadabra Aygün Kazımovadır. İhtiyacım var Aygün Kazımovadır. Yəni mənim də bütün qadınlar kimi sevgiyə, duyğuya, qayğıya, eşqə, məhəbbətə ehtiyacım var əlbəttə ki. Məclisə məni də çağırar çox. Aygün Kazımovadır. Yəni belə çıxır elə mən həmişə özümdən oxuyuram. Belə çıxır, amma axırda axırlıqlar belədir nəticəyə gedir. Amma belə də insan özündən deməsə, başqaları ondan deməyə biraz çəkinir. Mən hamıdan sonra özümdən danışanlardanam. Hamı dedi, axırda mən dedim düz. Siz Azərbaycan mentallığını qıran ilk qadın müğənnisiniz və siz eyni zamanda başqalarına da qapı açmısınız, yol açmısınız. Sizdən görüblər, örnək götürüblər. Darvazalar tikdirmişəm. Bəli. Nə danışırsınız? Qapı nədir? Akuşkalar, nə pəncərələr. Aygün xanım, sizin üçün zirvə haradır hazırda? Mənim üçün zirvə elə Aygün Kazımovanın özüdür. Hər dəfə Aygün Kazımova yenilənəndə və növbəti addım atanda o mənim üçün növbəti zirvə pillədir. Yəni mənim gücüm də özümdəndir, mənim enerjim də özümdəndir, mənim zirvəm də özüməm. Bir sözlə uşaqlar, mənim heç kimlə işim yoxdur. Söhbət elə özümdən. Aygün xanım, bir dənə internetdə dolaşan video var. 2010'lardan falan, daha əvvələ də gedə bilər. Siz oxuyursunuz, Shakira oynayır. Siz bu haqda heç vaxt danışmamısınız. Bu çox gözəl bir məclislərdən biri idi. Bizim həmvətənimiz, çox sevdiyimiz Telman müəllimin nəvəsinin bir yaşı tamam olurdu. Elə adı da Telmandı. İndi maşallah böyük oğlan oldu. Orada çox gözəl bir məclis var idi. Kanda keçirilirdi o məclis. Namik də oradaydı. Prosta Namik yox idi da. Yəqin videonu Namik çəkir. Ola bilər. Namik çox istedadlıdır. Biləsiniz. Və elə oldu ki, Telman müəllim orada söylədi ki, mən istəyirəm elə bir mahnı səslənsin ki, Shakiranın sümüyünə düşsün və Shakira xanım çıxsın oynasın. Dedilər, bunu kim oxuya bilər? Telman müəllim dedi, əlbəttə ki, Aygün. Ona görə mən çıxdım və bir patriotik öz o həmən xasiyyətimi göstərdim. Birinci növbədə Azərbaycan mahnısını oxudum. Ondan sonra keçdik Papuri olaraq şəklimi çəkə. Orada Abbas da var və Abbasın gözəl ansamblidir. Çox gözəl də ifa etdilər və mən oxudum, Shakira oynadı. Maşallah, ən bəyəndiyim görüntülərdən, ikonik görüntülərdən biridir. Aygün xanım, növbəti sualım yadımdan çıxır. Sizi görəndə hər şey yaddan çıxır da. Belə. Səni görüb səninlə yenidən. Aygün xanım, onun adı nə idi? Onun adı Bu çesne slova adını bilsəydim deyərdim. Hələ onun adı yoxdur. Sonuncu sualımı verim. Aygün xanım, Elzaya niyə tort vermədiniz? Xalq artisti Aygün Kazımova dilimlədiyi tortu hər kəsə uzatdı. Amma təkcə Seyid Cihandan başqa. Ağlamamak için kendimi zor tutuyorum. Uşaqlar, Allah rəhmət eləsin, indi açıqlaya bilərəm də. İlhamə xanım qoymadı. Dedi ona tort vermə. Dedim, vay Allah, mən onun sözündən çıxa bilmərəm. Orada tort kəsildi.
O hamısına mən heç tortu onu Allah mənə versin. Tortu hamıya verdi, mənə vermədi. O qaşığı mənə ağzıma uzatmadı o tortu. O tortu mənə Allah Taala versin. Sən verməməklə deyil onu mənə. Ay qız, nə şişirtdin bu söhbəti. Bilmirsən ki, kim qoymadı, ki mən vermədi. Yoxsa tort nə olan şeydir ki, canım mənim. Orada ən sevdiyim bir məqam var. Deyirsiniz ki, Tort qutardı da. Böyük İlhamə xanım Düz, dedim, düz. biraz da İlhamə xanımımız axı qısqancıydı. Yəni mənə verilən tortu kiməsə verəməz. Mən də dedim baş. Görsün amma gülə-gülə və bəli, əyləncə ilə yada xatırlayırıq. salırıq. Mənə elə gəlir ki, Elsa da bütün bu şeyləri unudubdu. Mənim yadımda qalsa da Elsa unudub. Çox sağ olun Aygün xanım, vaxtınızı aldım. Sizə səhnədə bol uğurlar arzulayıram. Çox sağ olun. Hər zaman zirvədə qalın. Hər zaman gözəl hitlərlə, mahnılarla, konsertlərlə bizim xatirələrimizdə gözəl yerlər tutun. Çox sağ ol Paqvis. Bu arada söyləmək istəyirəm ki, sökürsüz də. Doğrudan. Maş- Bəyənirsiniz mənim Çox kontentlərimi? bəyənirəm. Səni də bəyənirəm, Elvin də bəyənirəm çox. İsa Zəhra bizi öldürür. Zəhra başqa söhbətdir. Sən malı mala qatma. İssovşkan başqa, Zəhran başqa. Axı bunlar mənim həyatımda yenidir. Onlara çox söyləmişəm öz sevgimi. Bunları da indi söyləyirəm ki, onlar da bilsinlər dəyərlərini. Çox sağ olun, təşəkkür edirəm. Maçılar, Sağ olun, görüşərik. görüşürük. Amma konsert görüntülərinə baxacaqsınız ha. Mütləq. Hazırlıq gedir. Aygün Kəzmova indi çıxacaq. Qırmızı halıya. Davam edir, arzularım da bir. Alın yazmış. Rəqqasların geyimləri, səhnə şousu. Еще два у нас других, которые заказаны. Готовы? Мы всегда Getdik.